Qəbul 2025 ilə davam edirik. 36-cı testdə soruşur. Ərdəbil hakimliyi və Qaraqoyunlu dövlətinə aid ümumi cəhətlər. 1. Osmanlılarla müharibə aparılması. Bu ümumi cəhət deyil. Biz nə Qaraqoyunluda, nə də ki Ərdəbil hakimliyində Osmanlı ilə müharibə görmürük. Ona görə 1 olan variantlar B və C çıxır. Ağqoyunlu qüvvələri ilə mübarizə aparılması. Bəli, bu hər ikisinə aiddir. Çünki Ərdəbil hakimliyində bir neçə dəfə biz Ağqoyunlularla toqquşmanın olduğunu görəcəyik. Bu Şahdağ ətəyində döyüşdə görmüşük. Bir də Şəməsi döyüşündə Ağqoyunlularla Ərdəbil hakimliyi döyüşüb. Eyni zamanda Qaraqoyunlu dövləti də 1467-ci ildə Muş döyüşündə Ağqoyunlularla döyüşmüşdür. Deməli, cavabın biri 2-dir. Əsaslarının Azərbaycanın şimal torpağında qoyulması oxşar cəhət deyil. Çünki Ərdəbil də cənubdadır. Qaraqoyunlu dövlətinin əsası da Təbriz başda olmaqla qoyulduğuna görə o da cənubdadır. 3 də çıxır. Deməli, cavabın biri də 4 olacaq. Teymuri qüvvələri ilə toqquşması. Qaraqoyunlu dövlətinin Teymurilərlə toqquşmasını biz bir neçə dəfə görmüşük. Məsələn, 1421-ci ildə Alaşkert döyüşündə, 1435-ci ildə Təbriz döyüşündə və yaxud Cahanşah gedib Teymurilərin paytaxtı Heratı tutarkən 1458-ci ildə görmüşük. Ona görə Qaraqoyunlularla Teymurilərin toqquşması yəni ayırd etmək çox rahatdır. Amma Ərdəbil hakimliyi ilə də Teymurilər toqquşmuşdur. Bu isə Uzun Həsən 1468-ci ildə Teymuri hökmdarı onun üzərinə hücum edərkən Ərdəbil hakimliyi və Şirvanşahlarla birləşmiş və Teymuri hökmdarına qarşı vuruşaraq onu məğlub etmişdi. Ona görə 4-cü cavabı da biz düz kimi götürürük. Deməli, cavabımız olacaq 2 və 4 və Y variantı.